Mehmet Bayraktar yazır ki, Elşən bəy salam, aleyküm salam, İstanbul'dan size salamlar, Türkiye salamlar olsun. İnsanlar bacı qardaşdan mı arttılar? Xahiş olunur, izah verin. Bu sual çok aktual sualdır. Nəyə görə? Hər zamanda aktual olub, elə indi də aktual sualdır. Nəyə görə aktualdır? Ona görə ki, Qur'an-ı Kərimdə insanların artması, onların çoxalması, onların yayılması barəsində açıq ayələr, aydın ayələr yoxdur. Buna görə də bu barədə insanların fikirləri var. Ehtimallar çoxdur. İndi mən bir neçə ehtimalı sizin xidmətinizə çatdırım. O ehtimallar ki, alimlər yazıblar zaman-zaman. O ehtimallardan bir neçəsini indi sizin xidmətinizə mən çatdıraram. Ondan sonra o sualın izahını verərəm, aydınlaşdıraram, o sualın cavabını verərəm sizə. Birinci ehtimal budur ki, insanlar bacı qardaşdan artdılar. Bu ehtimal batildir. Nəyə görə batildir? Çünki bacı qardaş izdivacı haramdır. Bütün devirlərdə, bütün zamanlarda. Belə diyor ki, Allah Təbarək və Teala hansısa bir zamanda, hansısa bir şəraitdə bir şey insana helal buyursun, sonradan onu insana haram buyursun. Yəni Allahın fikri dəyişsin, estağfurullah. Allahın fikri dəyişməzdir. Allahın əmri, Allahın hökmü, Allahın qanunları əzəlidir və əbədidir. Zaman, şəraitə görə onlar dəyişməz. Ona görə də bacı qardaş izdivacı haramdır və bu ehtimal batildir. İkinci ehtimal budur ki, insanlar cinlərlə izdivac elədilər və o cürdə insanlar artdı, çoxaldı dünyada. Bu da batil bir ehtimaldır. Nəyə görə? Çünki cinlə insanın izdivacı haramdır. Nəyə görə haramdır? Cins müxtəlifliyi olduğuna görə. Yəni Allah cinləri oddan yaratdı, odun yanar gövhərindən yaratdı, tüstüsüz hissəsindən. İnsanı torpaqdan yaratdı. Cins müxtəlifliyi olduğuna görə cinlərlə insanların izdivacı haramdır, hər zamanda, hər şəraitdə. Üçüncü ehtimal budur ki, alimlər yazırlar ki, ehtimal budur ki, mələklərlə insanlar izdivac elədilər və insanların sayı artdı, çoxaldı dünyada. Bu da batil bir ehtimaldır. Haram bir ehtimaldır. Nəyə görə? Gəlin yaradılışa baxaq. Allah mələkəni yaradanda mələkiyə əql xislətini verdi. Amma nəfsi şəhvəti vermədi. Yəni mələkə maddi yeməz, içməz və cinsi əlaqədə də ola bilməz. O xislətləri Allah ona verməyib. Mələklər əqillə Allahı dərk eləyər, Allaha ibadət eləyər, Allaha itaət eləyər. Allaha ibadət eləmək mələklərin qidasını təmin edir. Yəni mələklər madiyyatla yox, mənəviyyatla qidalanırlar. Yəni mələklə insanın izdivacı mümkündür. Bu da batil bir ehtimaldır. Bir ehtimal da deyim, ondan sonra sualın cavabına keçək. Bir ehtimal da budur ki, yazırlar ki, alimlər yazırlar ki, Allah cənnətdən huriləri gətirdi. Hurilər insanlarla izdivac elədilər və insanların sayı dünyada artdı, çoxaldı. Bu da batil bir ehtimaldır. Nəyə görə? Düzdür ki, Allah hurilərə şəhvət xisləti verib, amma çoxalmaq, evlad dünyaya gətirmək, artmaq xislətin hurilərə vermir. Ona görə də bu ehtimal da batildir. Bəs insanlar necə artdılar? Gəlin baxaq Qur'an-ı Kərimə. Peygamber buyurur ki fitneler size
qaranlıq gecə kimi üz gətirəndə fi aleykum bil Qur'an. Siz Qur'anın ətəyindən yapışın. Açaq Qur'anı baxaq Əl-Bəqərə surəsinin 30-cu və 31-ci ayələrindən. Ayədə buyurur: İzqalə Rəbbukə lil mələikə. Allah buyurur mələklərə, hələ Adəm yaranmayıb, hələ Adəm palçıq şəklinə düşməyib. Allah mələklərlə danışır. Buyurur: İnni cailun fil ərzi xəlifə. Mən istəyirəm ki, yer üzündə özüm üçün bir dənə xəlifə qərar verəm. İnsan sözü keçmir. Ayədə insan sözü keçmir. Bəşər sözü də keçmir. Nəyə görə keçmir? İndi bir neçə dəqiqədən sonra onu mən sizə deyəcəm. Xəlifə sözü keçir. Xəlifə nədir? Onu da sonra mən sizə izah eləyərəm. Mələklər buyururlar ki, ilahi, sən yer üzündə fitnə fəsad törədəcək bir məxluqmu yaratmaq istəyirsən? Mələklər hardan bilirdilər ki, Adəm evladı yer üzündə fitnə fəsad törədəcək? Bəlkə mələklər Loh-i Məhfuzu görüblər, Loh-i Məhfuzu oxuyublar. Loh-i Məhfuz tərcümədə qorunub saxlanılan lövhə deməkdir. Nəyə görə ona qorunub saxlanılan lövhə deyirlər? Çünki Loh-i Məhfuz bütün yaradılışdan qorunub saxlanılır. Heç bir mələkə, heç bir insan, heç bir cinni, heç bir yaradılışa ixtiyar verilməyib ki, o kitabı tapa bilsin və onu oxuya bilsin. Bu mümkünsüzdür. O kitabın bir adı Qur'an-ı Kərimdə keçir, Kitabun Məknun. Yəni, gizli saxlanılan kitab. Kimdən? Yaradılışdan. Yaradılışdan gizli saxlanılan kitab. O kitabı yalnız qiyamətin günündə görəcəklər. Qur'an-ı Kərim buyurur və əşrəqətil binuri rəbbiha. Qiyamətin günündə yer Allahın nuru ilə işıqlanar və vuz əl-kitab, bir dənə böyük bir kitab gətirirlər qənşərə, insanların gözlərinin qabağına. Vəciə binəbiyyin şühəda, şahidlərin hamısını və peyğəmbərləri Allah orada hazır eləyər və quziyə beynəhum bil həq, o gün Allah həqqə qəzavət eləyər. Yəni Allahın hökmü o gün nazil olar. Yəni o günə qədər, qiyamətin gününə qədər o kitab gizli saxlanılır. Bütün yaradılışdan gizli saxlanılır. Bəs mələklər nə bilirdilər ki? Adəm evladı yer üzündə fitnə fəsad törədəcək. Ayənin gerisinə baxaq. Allah buyurur, ələm bima la ta'ləmun. Mən biləni siz bilmirsiniz, mələklərə buyurur. Və Adəmi yaradır. Adəmi yaradandan sonra bu artıq Əl-Bəqərə surəsinin 31-ci ayəsindən gəlir. Adəmi yaradandan sonra hər bir şeyin adın Adəmə öyrədir. Yəni bax bu günəşdir, bunun adı aydır, bu ulduzdur, bu səmadır, bu çaydır, bu ağacdır, bu dəryadır. Hər bir şeyin adın Adəmə öyrədir. Ondan sonra Allah mələklərə buyurur ki, bunun adı nədir? Mələklər deyirlər, ilahi, biz gördüklərimizdən və sənin bizə öyrətdiyin şeylərdən başqa biz heç nə bilmirik. Mələklər nə bilirdi? Adəm yer üzündə fitnə fəsad törədəcək. Onlar nəyi görmüşdülər? Onlar hansı insanları görmüşdülər? Hansı fitnə fəsad törədən insanları görmüşdülər o mələklər? Peyğəmbərin meracında Qur'an-ı Kərimdə ki ayələr buyurur, Peyğəmbər merac eləyib, Əl-İsra surəsi və bir neçə surələrdə Peyğəmbərin meracı keçir. Və o merac barəsində söhbət istəmirəm, ora girsək, onda bir dənə sual, bir dənə cavab olacaq.
Peyğəmbərin hədislərində, Meyraz barəsində hədislərində Həzrəti Peyğəmbər buyurur ki, mən Meyraz olunarkən, səyahət eləyərkən, cənnətdə yaşayan insanları görmüşəm. Və cəhənnəmdə əzab çəkən insanları görmüşəm. Və neçə cür əzablar insanlar çəkməklərini Peyğəmbər hədislərdə buyurub. Neçə cür əzablar vardı cəhənnəmdə ki, o insanlar çəkirdilər. Peyğəmbər hansı insanları görmüşdü? Qur'an-ı Kərimi biz oxuyanda görürük ki, Allah Qur'anın ayələrində buyurur ki, cənnətə, cəhənnəmə varid olmaq, daxil olmaq qiyamətin günündə olacaq. Yəni, insan ölən kimi cənnət, cəhənnəmə gedmir. Yəni, insan vəfat elədi, onu qoydular torpağa, onu da yudular, ona qusul verdilər, kimin yandırdılar, külün göyə səpdilər, kimi dəryada boğuldu, batdı. Onların hamısı torpağa gedir artıq. Torpaq onların hamısını qəbul eləyir. Sən namaz qılanda alnını niyə torpağa qoyursan? Ona görə ki, alını torpağa qoymaq insana yaradılışı və hara gedəcəyini xatırladır. Sən gedirsən, olursan torpaq. Ruh gedir bərzəx aləminə. Dünya ilə qiyamətin arasında bir aləm var. Ruhların aləmi, bərzəx aləmi. Ruh bərzəx aləmindədir. Qiyamətin günündə Allah ki əmr elədi yer səmasına, Qur'an-ı Kərimin Zəlzələ surəsində var, Zilzal surəsində buyurur, İza zulzilətil ərzu zilzaliha, elə ki yer kürəsi lərzə elədi, zəlzələ elədi qiyamətdə və əxrəcətil ərzu əsqaliha, torpaq öz ağır olan yüklərin atacaq bayıra. İndi ki, insan vəfat eləyirsən, ona qüsul verdin, namazın qıldın, kəfənə büşdün, onu apardın, qoydun torpağa, qiyamətin günündə torpaq o yüklərin hamısını qaytaracaq, Bərzəx qəbul elədiyi ruhları qaytaracaq, ruh daxil olar öz cisminə və məhşərə hazır olar, sorğu sual və ondan sonra insanın məkanı təyin olunar. Yəni cənnət və cəhənnəm, insanın əbədi məkanı qiyamətin günündə təyin olunar. Peyğəmbər gördüyü insanlar kimlər idi? Hansı insanlar idi ki, onların cənnəti var, onlar cənnətə gediblər və yaxud cəhənnəmə gediblər? O hansı insanlardır? Onlar o insanlardır ki, Həzrət Adəmdən qabaq Allah onları yaratmışdı. Onlar Həzrət Adəmdən qabaq yaşamışdılar. 3-cü surənin 33-cü ayəsinə baxın. Qur'an-ı Kərimin 3-cü surənin 33-cü ayəsinə. Buyurur ki, Allah Adəmi, Nuhi, İbrahimi insanlara Peyğəmbər seçdi. Burada seçki sözü işlənir, seçmək sözü işlənir, təyin etmək və yaxud qərar vermək sözü işlənmir. Seçməkdən ötürü 3 və yaxud 3-dən artıq namizəd olmalıdır ki, onun içərisindən kimisə seçəsən. Bəli, Həzrəti İbrahimin zamanında qom, qəbilələr, tayfalar çox idi və o tayfaların içərisindən Həzrəti İbrahim Peyğəmbəri Allah Peyğəmbər seçdi və bəşəriyyətə Peyğəmbər oldu. Nuh Peyğəmbər də o cür. Cəmiyyət çox idi və onların içərisindən Nuh Peyğəmbəri seçdi və ona Peyğəmbərlik verdi. Adəm Peyğəmbərin zamanında onu kimlərin içərisindən seçdi? Yəni Adəm Peyğəmbər bağdan qovulandan sonra, hərama düşəndən sonra, o bağdan ki qovuldu, o tövbə elədi, onun tövbəsi qəbul olunandan sonra Allah onu yer səmasında Peyğəmbər qərar verdi, Peyğəmbər seçdi. O insanlar ki Adəmdən qabaq yaşayırdılar, Adəm Peyğəmbər o insanlara və bəşəriyyətə birinci Peyğəmbər seçildi və Adəmin evladları dünyaya gələndən sonra o insanlarla izdivac elədilər və dünya, insanlar o cür artmağa, çoxalmağa başladılar. Bu günləri bunların hamısı bir dənə sözdür, amma bir zaman gələcək, bunların hamısını elm təsdiq eləyəcək və bütün bəşəriyyət bunu qəbul eləyəcəklər.
Növbəti sualımızı oxuyaq. Bu birinci sualdır. Bunun barəsində çox danışdıq. Vaxt apardı. İkinci sualımız Araz